Hörmətli izləyicilər, Tovuz rayonunda gölün yanına yaxın yerdə gözəl bir ev satılır. Gözəl mənzərə bu evə məxsusdur. Baxın. Bu bağ da bu evə məxsusdur. Bağda bəlkə onlarla ağaçlar var. Hər bir meyvə ağacından bağda var. Bağda suvarma üçün şərait yaradılıb. Advalına buradan giriş var. Ev nəzərinizə çatdırdığım kimi 14-ün 10-adır, yəni 140 kvadratdır. Nəhayətində gördüyünüz bu toyuq damıdır, bakı var. Qaz üçün, bitimutka üçün tumbuşkası var. Bağı sulamaq üçün krantı var. Gözəl baseni var. Ayaq yolu var. Bağda digər sahə hissədən görünüş var. Görün, baxın, nə gözəl bir mənzərəsi var evin. Bu da yan hissədən görünüşüdür. Hər şey təzə tikilidir. Digər tərəfdən burada da evin bağının sulanması üçün su krantları var. Biz indi evin içərisinə daxil oluruq. Evin qapısı, pəncərələri təzədir, qırşası təzədir, 3 otaq bir zaldır. Evin hər iki tərəfdən pilləkan hissədən girişi var. Hörmətli izləyicilər, bu evin giriş hissəsidir. Əks tərəfdən. 3 otaq bir zal olan evimizi sizə təqdim edirik. Biz evin içərisinə daxil olduq. Baxın, özünüzü görün, çatı. Problemləri varmı, yox mu? İndi biz evin mətbəxinə daxil oluruq. Deməli, bu evin mətbəxidir, gördüyünüz kimi. Mətbəxin divarlarına, küşlərə baxın, görün, çat falan varmı? Nə iş görülüb, əsaslı görülüb Allah tərəfi. Mətbəxin pəncərəsini sizə təqdim edirəm. Buradan gözəl mənzərə var. İndi sizə təqdim edəcəm. Görün, nə gözəl mənzərəsi var. Kəndin, kəsəyin, rayonun hər yeri görünür. Biz mətbəxdən sonra hamamı sizə təqdim edirik. Mən sizə videonu biraz geniş çəkməkdə fikrim oldu ki, sizə tam təqdim edə bilim ki, evin rahat siz görəsiniz bütün hər tərəf. Maskirovka evdə ölçüsüz. Heç mən maskirovka evləri çəkəndə onlar barədə tərif aparmıram. Bax, evin başdan ayağa remontlu, kapital remontlu özdə. Gördüyünüz bu 3 otaqdır. 3 otaqdan əlavə bir koridor buradır, biri buradır. Bir də ki, çeviririk, bura zaldır. Mən de mətbəxlə, hamamdan sonra sizə zalı təqdim eləmək istəyirəm. Zalımız çox geniş və avadanlıqlarla təmin olunmuş şəkildədir. Görün, nə gözəl zalı var. Allahın tərəf. Kondisioner götürüləcək. Televizor, bir də ki, paltar yuyan. Ayrı heçini götürülməyəcək. Işığı, qazı, suyu, Wi-Fi hamısı var. Evin bir dənə qara suvaq, pataloksuz olan hissəsi budur. Mən sizə tam təqdim edirəm. Ev hər yerdə 2 qatdır. 40 sm, 60 sm-lıq örüklə əhatə olunub. Mən indi sizə lap başdakı ikinci otağı təqdim edirəm. Mən indi sizə yandakı 3-cü otağı təqdim edirəm. Bu otaqda gördüyünüz kimi heç bir çatı falanı, problemləri yoxdur. Baxın. İndi bir əsas məsələ qaldı. Onu deyim ki, nəzərinizə çatdırım ki, evin abo hissəsi ona görə olmayıb ki, kimsə alanda öz zövqü ilə eləsin, ya özləri öz zövqü ilə eləsin. Satış üçün tikilməyib, amma ümumiyyətcə boyu yoxdur. Bu evimizin padval hissəsidir. Padvalda polun ayaq üstə gəzmək olur. Mənim də 1.75-dir boyum. Hələ bir 10 sm-da qalır. Siz millərin sıxlığına baxın. Evin altı boy padvaldır. Üstü 8 daşdır. Əldamı kimi istifadə olunur. Evin həyəti də çox gözəldir Allah tərəf.
Səfalı yerdə yerləşdiyi də bundan bilinir. Çox gözəl güllər var. Ətradan vali edir. Ağacın çiçəyinə baxın, həyatın bir anıdır. Nə gözəl, nə gözəl. Ətrinə baxın, adamı birbaşa sağaldırır.